Salam hörmətli izləyicilər. Bu Bəkir qızının çıxışları lap adam əsəblərini pozur. Bu indi də başlayıb ki, mən belə deməmişəm, elə deməmişəm, belə demişəm, nə bilim mən demişəm gedib qadınlar istəsin pulu, nə bilim 200 manatla haruz yaruz sağılacaq. Ağzına gələni danışır. Bu gedib millətdən üzr istəmək əvəzinə. Cəmaatı nə yerinə qoymusan, bu milləti nə yerinə qoymusan ha xanımsan o? Nə çıxışlar eləyirsən sən orada? Uşaq bununla böyük dərs verirsən bu millətə. Sən kimsən axı o? Təhqirləmirsən bu kişilər, cəmaatın, xalqın kişilərini, həyat yoldaşlarını, qadınların heç olmasa üzr istə də. Bu nə deyirsən, get qadınlar pul istəsin. Qadınlar uşaqları tapşırsın, kişi oturur burada, kişi mən gedərəm idarələrdən sənət toplamağa, uşaq pul almağa. Harada yazılıb bu? Hansı bizim milli dəyərdə yazılıb bu? Evin kişisi var da, kişi gedər də işini dalacaq. Sonra deyirsən ki, 200 manatla yarğılı sağlayır. Sən 200 manatı pul saymırsan, görürsünüzmü? Amma insan ailə var ki, 20 manata da möhtacdır. Gündə bir dənə çıxış edirsən, gah deyirsən, mən montaj edirlər, gah deyirsən, yox, mən belə deməmişəm, əxlaqsız sönük işlətmişəm, üzr istəyirəm tamaşaçılar, fahişə sönük işlətməmişəm. Bu nədir? Sən çıxmısan, bu cəmaatı əsəblərini oynayırsan, sən. Səndən başqa Azərbaycanda bir dənə jurnalist yok, çıxmısan ortaya, düşünmüsən, bu millətin başını xarab edirsən, sən. Təhqirləmizə get millətdən üzrüsə kişi qızı kimi cəmaat da səni bağışlasın. Nə saymısan bu milləti sən? Ağılsız saymısan, yoxsa elə belə, nə bilim, səthi düşüncəli saymısan sən. Elə bilsən o fikirlərimlə sən cəmaatı razı salacaqsan. Sənə daha söz deməyəcəklər. Ayıbdır, xanım, bəsdir də. Dəqiqədə çıxırsa mən belə deməmişəm, hələ deməmişəm, nə bilim, bu belədir, elədir. Dərs verirsən millətə indi burada. Bəsdir də oturun da yerinizdə.